Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə the agreement of the predicate with the subject, yəni mübtəda və xəbər uzlaşmasını izah edəcəm. Deməli başlayaq. İngilis dilində mübtəda və xəbər bir-biri ilə uzlaşır. Bu nə deməkdir? Yəni əgər cümlədə mübtədam cəmdədirsə, xəbərimiz də cəmdə olur. Yox əgər cümlədə mübtədamız təkdədirsə, xəbərimiz də təkdə istifadə olunmalıdır. Məsələn, the cars were high-end. High-end bərabərdir expensive, yəni bahalı deməkdir. Maşınlar bahalıdır, lüksdür kimi tərcümə olunur. Baxaq, the car sözü burada bizim mübtədamızdır və görürük ki, cümləmizin mübtədası cəmdədir. Buna görə də cümlənin xəbərində mütləq cəmdə istifadə etmək lazımdır. Amma ikinci nümunədə the boy işlənibdir. Görürük ki, mübtədamız təkdədir. Buna görə də xəbəri də mütləq təkdə işlətmək lazımdır. Bəs biz nə biləcəyik ki, cümlənin xəbəri təkdədir, cəmdədir? Çox asan bir qaydası var. Tək xəbərlərin sonu s hərfi ilə bitir. Burada will be istisna olacaq. Çünki will be həm tək xəbər, həm də ki, cəm xəbər hesab olunur və həm tək, həm də cəmdə olan mübtədalarla işlənir. Bu ayrı. Amma qalan bütün xəbərlər, daha doğrusu tək xəbərlərin sonunda s işlənir. Is, was, has, does və məsəl üçün feillərin sonuna ss artıranda həmin feillərimiz təkdə olan xəbərlər olur. Yəni qısaca İngilis dilində tək xəbərləri bilmək istəyiriksə, xəbərin sonuna baxırıq. Əgər xəbərin sonu s hərfi ilə bitirsə, demək ki, xəbərimiz təkdədir. Yox, əgər s hərfi ilə bitmirsə, ss ilə bitmirsə, bu zaman bilirik ki, xəbərlərimiz cəm xəbərləri olur. Məsələn, are, have, were, do. Fikir versək sonluqlarında heç birində s hərfi yoxdur. Və ya play sözünə və play sözünə diqqət yetirsək, görərik ki, play sözünün sonu s hərfi ilə bitir. Demək ki, bu xəbər təkdə olan xəbərdir. Amma play sözündə s hərfi olmadığına görə bilirəm ki, bu xəbərim cəmdə olan xəbərdir. Bu qayda bizə cavabları asanlıqla tapmağa kömək edir. Amma sonu s ilə qoşa s-yı qarışdırmaq olmaz. Yuxarıda qeyd elədim, s-lə və ya is-lə bitən xəbərlərdir. Əgər bir xəbərin sonunda qoşa s hərfi gəlibsə, həmin xəbər mütləq cəmdə olan xəbər hesab olunur. Məsələn, dress sözü bilirik ki, həm xəbər kimi, həm də ki, mübtəda kimi işlənir. Həm paltar deməkdir, həm də geyinmək mənasında işlənir. Biz burada xəbər kimi işlənməyinə baxacağıq. Deməli, dress sözünün sonundakı 2 s hərfini görürəm və bilirəm ki, bu xəbərim mütləq cəmdə olan xəbərdir. Eləcə də past sözündə, keçmək sözündə 2, yəni qoşa s hərfi ilə bitir. Mən bu xəbəri mütləq cəm xəbəri olaraq götürəcəm. Buna təkrardan is artırsam, onda olacaqdır bu xəbərim təkdə olan xəbər. Deməli, burada nə edirik? Mübtəda ilə, daha doğrusu ismlə xəbəri, feili bir-birindən fərqləndiririk. Sonu s hərfi ilə bitən, ss ilə bitən isimlər əsasən cəm isimlər olduğu halda, sonu ss ilə bitən xəbərlər tək xəbərlərdir. Sonu 2s, qoşa s ilə bitən isimlər tək isimlər hesab olunur. Amma bunun əksinə, sonu qoşa s hərfi ilə bitən xəbərlər cəm xəbərlər hesab olunur. Bunu qarışdırmaq olmaz. Bir daha deyirəm, sonu s təkcə s ilə bitən xəbərlər tək xəbərlər sayılır. Yox, əgər qoşa s hərfi ilə bitirsə, bu xəbərlər cəm xəbərlər sayılacaqdır. İngilis dilində bəzi xəbərlər vardır ki, həmin xəbərlər həm tək, həm də ki, cəmdə olan mübtəda ilə işlənir. Bəs bunlar hansılardır? Biri, bayaq yuxarıda qeyd elədiyim kimi, will be-dir. Will be xəbəri həm tək xəbər hesab olunur, həm də cəm xəbəri hesab olunur və buna görə də normal olaraq will be həm tək isimlərlə, həm də ki, cəm isimlərlə işlənə bilir. Məsələn, the meeting will be də deyə bilərəm. The meetings will be də deyə bilərəm. Yəni, həm cəmdə olanda mübtədam will be işlədə bilərəm, həm də mübtədamı təkdə işlədib will be-ni istifadə edə bilərəm. Hər ikisi düzgündür. Bir də deyirəm, will be həm təkdə, həm də cəmdə olan mübtəda ilə uzlaşa bilir. İkincisi isə keçmiş zamanda olan feillərdir. Bilirik ki, keçmiş zamanda olan feillər iki qrupa bölünür. İki yerə bölüb feilləri keçmiş zamanda işlədirik. Bunlardan biri feilin sonuna ed və yaxud da ki, d sonluğu artırmaqdır. Digəri isə feili kökündən dəyişməkdir. Fərqi yoxdur. Əgər bir feilim keçmiş zamandadırsa, həmin feil həm təkdə olan xəbərlə, həm də ki, cəmdə olan
daha doğrusu həmin feil həm təkdə olan mübtəda ilə, həm də cəmdə olan mübtəda ilə uzlaşa bilir. Məsələn, they played in the yard da deyə bilərəm. They burada cəmdə olan mübtədamdır. Həm də she played in the yard deyərəm. Burada da she təkdə olan mübtədadır. Deməli, fərqi yoxdur. Mübtədam təkdir, yoxsa cəmdir. Həmin mübtəda keçmiş zamanda olan feil ilə uzlaşa bilir. Deməli, will be və keçmiş zamanda olan bütün feillər həm tək, həm də ki, cəmdə olan mübtədalarla asanlıqla işlənə bilir və düzgündür. İngilis dilində bir də həmcins mübtədalar ki var. Azərbaycan dili ilə eynidir bu arada. And bağlayıcısı ilə bağlanır və bu zaman xəbər %95% hallarda mütləq cəmdə olmalıdır. Nümunəyə baxsaq, Susan and Nuray işlədibdir. Burada 2 dənə həmcins mübtədam var və bir-biri ilə and bağlayıcısı vasitəsilə bağlanıbdır. Burada xəbəri mütləq nə etməliyik? Cəmdə işlətməliyik. Burada Susan and Nuray is vermək olmaz. Çünki artıq burada and işlənibdir və and bağlayıcısı 2 dənə həmcins üzvü birləşdirdiyinə görə xəbəri mütləq cəmdə verirəm. Çünki burada bir dənə Susandan, bir dənə Nuraydan bəhs etmir. Susan və Nuraydan, yəni 2 nəfərdən bəhs edir. Amma burada təbii ki 95% demişəm. Yəni burada 5%lik bir istisnamız var və bu 5%lik istisna inanın ki çox asan yadda qalır. Birincisi, çox sadə. Cümlədə and bağlayıcısı olsa belə, əgər bizim cümləmiz ing, yəni gerundla başlayırsa, xəbəri mütləq təkdə veririk. Çox sadə. Gördük ki, cümləm ing qəbul etmiş feil ilə, yəni gerundla başlayır. Bu zaman xəbəri mütləq təkdə işlətmək lazımdır. Fərqi yoxdur. And veribdir, verməyibdir və ya cümlədə cəm isim var, tək isim var, fərqi yoxdur. Birinci sözə baxırıq, görürük ki, ing qəbul eləmiş xəbərim var, yəni gerundum var. Bu zaman cümlənin xəbərini mütləq təkdə işlətmək lazımdır. Deməli, burada trees görürük ki, təkdə verilib trees səhv yazdım. Aha. Trees, okay. Trees cəmdə verilib, plants cəmdə verilib. Biz bura baxmayacağıq. Dediyim kimi, birinci gələn sözə baxıram. ing qəbul edibsə, xəbəri mütləq təkdə işlətməliyəm. Ya is, ya was, ya da ki ses ilə bitən hər hansı bir xəbəri işlətmək lazımdır. İkincisi, məslərlə başlayan cümlələr. Baxacağıq cümləyə. Əgər cümlə məslərlə başlayıbsa, yəni and bağlayıcısı olsa belə, cümlədə cəm isimlər olsa belə, biz bunlara baxmayacağıq məslərimizə. Yəni birinci gələn sözə baxacağıq və məslərlə mütləq xəbəri təkdə vermək lazımdır. Gördük ki, cümləm to hissəcikli məslərlə başlayıbdır. Xəbərimi necə etməliyəm? Təkdə verməliyəm. Digər bir qaydamız isə there is, there qaydası ilə bağlıdır. Təəssüf ki, çox insan, çox şagird bu hissədə çaşır, çaşqınlıq yaşayır, bilmir nə eləsin. Deməli, burada çox vaxt a monkey and bears-i görürlər və götürürlər, yazırlar they are. Soruşanda da deyirlər ki, and var axı, meymun və ayılar çoxdur. Xeyr, burada and-ə aldanmırıq. Ümumiyyətlə, there is, there, there was, there were tipli cümlələrdə birinci gələn ismlə xəbərimizi uzlaşdırırıq. Baxıram ki, burada birinci gələn ismim nədir? Monkey sözü. Demək ki, mən monkey-yə uyğun olaraq yazacağam. Bears-ə uyğun olaraq yazmayacağam. Yəni, bears-ə baxıb they are yazmaq qəti qadağandır. Olmaz belə bir şey. Birinci gələn ismimə baxıram. Birinci gələn isim təkdədirsə, təbii ki, there is və ya zamana uyğun olaraq there was da yazmaq mümkündür. Yox, əgər burada aşağıdakı nümunəyə baxsaq, yazmışam ki, they are monkeys and a bear at the zoo. Burada nə edirəm? Burada yenə and-dən əvvələ birinci gələn ismimə baxıram. Birinci gələn ismim görürəm ki, cəmdədir. Cəmdə olduğuna görə bu səfər there is yazmıram. Birinci gələn ismim cəmdə olduğuna görə they are və ya yenə zamana uyğun olaraq they were də yaza bilərik. Deməli, there is, there tipli cümlələrdə nə etmək lazımdır? Birinci gələn sözə baxmaq lazımdır. Birinci gələn söz təkdə olsa there is və ya there was, birinci gələn sözüm cəmdə olsa there are və yaxud da there were istifadə eləmək lazımdır. İngilis dilində riyazi hesablamalarda and sözü, and bağlayıcısı toplama mənasında işlənə bilir və əgər
riyazi hesablamalar işlənibsə, bu zaman xəbərimi yenə təkdə istifadə etməliyəm. Məsələn, nümunəyə baxaq, aydın olsun. 5 and 4 is 9. 5 və 4 9-dur. Yəni 5 toplansın 4, 5 üstə gəlinsin 4, 9-dur. Yəni burada and bağlayıcısının olmağına aldanıb götürüb ar yaza bilmərik. Gördük ki, riyazi rəqəmlər and bağlayıcısı ilə bağlanıbdır. Məsəl üçün 2 and 3 is 5. Məsəl üçün ola bilər ki, rəqəmlər dəyişsin, amma qayda dəyişməyəcəkdir. Riyazi rəqəmlər 4, 5, 3, 2 fərqi yoxdur. And bağlayıcısı ilə bağlanıbsa, bu zaman xəbəri mütləq təkdə istifadə etməliyəm. Is, was, has, does, yəni qısaca sonu SES ilə bitən xəbərlər tək xəbərlərdir. Təkrar xatırlatmaq istədim. Deməli, bir də mübtəda əgər dırnaq içərisində istifadə olunubsa, bu zaman xəbəri təkdə veririk. Bundan əvvəlki dərslərimizdə bu izah edilibdir, amma yenə demək istəyirəm. Məsəl üçün, bura baxıram, Tom and Jerry deyir. Burada görürəm ki, Tom and Jerry-ni dırnaq içərisində yazıbdır. Dırnaq içərisində yazdığına görə mən burada işlənən xəbəri mütləq təkdə istifadə etməliyəm. Yox, əgər dırnaq içərisində yazmasaydı, belə olsaydı və dırnaqlar olmasaydı, bu zaman is istifadə etməyəcəkdim. Bu zaman ar istifadə edəcəkdim. Deməli, and bağlayıcısı ilə işlənən mübtədamız əgər dırnaq içərisində yazılırsa, mütləq xəbərimizi təkdə veririk. Is yazırıq, was yazırıq, has yazırıq və s. Amma əgər mübtədamız dırnaq içərisində verilməyibdir və and bağlayıcısı ilə bağlanıbsa, bu zaman mütləq xəbəri cəmdə vermək lazımdır. Çünki artıq 2 dənə mübtədadan söhbət gedir burada. Tomdan və Jerry'dən söhbət gedir. Bu belə. Bir də başdan deyim, xatırladım sizə. 5 dənə istisnamız var ki, həmin cümlələrdə and olsa belə, bu and-ə baxıb cəm xəbəri yazmırıq. Həmin cümlələrdə baxırıq birincisi, əgər cümləmiz ing ilə başlayırsa, xəbəri mütləq təkdə veririk. Fərqi yoxdur, orada cəm isim var, tək isim var. Bunlara baxmırıq. Baxırıq cümlənin əvvəlinə. Ing ilə başlayan söz gəlibsə, xəbəri təkdə yazırıq. İkincisi, to ilə başlayan, yəni məsdər ilə başlayan bir cümlə vardısa, yenə xəbəri ona uyğun olaraq təkdə işlətmək lazımdır. There is və there are tipli cümlələrdə birinci gələn sözə uyğun olaraq yazırıq. Əgər birinci işlənən mübtədam təkdədirsə there is və ya cəmdədirsə there are işlətmək lazımdır. Riyazi hesablamalarda riyazi rəqəmlər işlənsə, and bağlayıcısı ilə işlənsə, bu zaman xəbərimizi mütləq təkdə vermək lazımdır. Baxmayaraq ki, burada and bağlayıcısı var, riyazi hesablama olduğuna görə xəbəri mütləq təkdə işlədirik. Və bu qaydamız çox asandır, sadəcə dırnaqlara fikir vermək kifayətdir. Əgər dırnaq içərisində yazılıbsa, xəbərimizi mütləq təkdə işlətmək lazımdır. Bəs söz birləşmələrində necə edirik? Söz birləşməsini ümumiyyətlə necə tapırıq? Ümumiyyətlə söz birləşməsi normalda Azərbaycan dilindəki kimidir. Yəni əsas tərəfi olur və aslı tərəfi olur. Sadəcə olaraq söz birləşməsini biz ingilis dilində çox vaxt bilmirik ki, əsas tərəfi hansı tərəfdir, necə tapacağıq. Birincisi, əgər söz birləşməsi işlənibsə, sözünü vardısa, sözünündən əvvəlki ilə uyğunlaşdırırıq. Fərqi yoxdur hansı sözünü. Adətən testlərdə of işlənir. Çox şagird də deyir bəlkə, ancaq of üçün keçərlidir bu qayda. Xeyr, of olar, vizi olar, about olar, fərqi yoxdur. To olar, hər hansı bir sözünü işlənibsə, mütləq sözündən əvvəlki ilə uzlaşdırırıq. Məsələn, nümunəyə baxaq, yazıb ki, the pictures of the book are. Deməli, burada əgər biz bu qaydanı bilməsək, fikirləşərik ki, the book sözü təkdədir, mən bundan is yazmalıyam. Xeyr, bu belə deyil. Burada tez ofu görürəm, sözünümü tapıram və sözünüdən əvvəlki sözə baxıram. Ofdan əvvəlki söz hansıdır? Picture sözüdür. Yəni, bu söz cəmdə olduğuna görə, pictures-ə görə burada mütləq are istifadə etmək və ya were istifadə etmək və ya başqa bir cəm xəbər işlətmək lazımdır. Və yaxud da the monument to soldiers is. İndi bu nümunədə nə edirik? Burada əgər biz soldiers-ə baxsaq,
Biz burada ar yazmalıyıq, amma qayda belə deyil axı, söz önüdən əvvələ baxmaq lazım idi. Yəni biz burada to-dan əvvələ baxırıq. Monument təkdə olduğuna görə mütləq is, was və sair təkdə olan xəbərləri işlətmək lazımdır. Bəs həmişə söz önü olur? Xeyr, əlbəttə ki, söz birləşməsində həmişə söz önü olmur. Söz birləşməsində söz önü olmayanda ya apostrof olur, ya da apostrof s olur. Bu isə söz önünün əksidir. Söz önüdən əvvəlki sözə baxırdıq. Söz önündən əvvələ baxırdıq. Amma apostrof və apostrof s olanda apostrof s-dən, apostrofdan sonraya baxırıq. Bir də deyirəm, söz önüdən əvvələ baxırıq, amma apostrof və apostrof s-dən sonraya baxırıq. Məsələn, nümunəyə baxsaq, the kids toys are yazmışam. Deməli, burada kidə baxıb iz də yaza bilərsiniz, amma bu düzgün olmaz. Tez apostrof s-imi tapıram, apostrof s-dən sonraki sözə baxıram. Toys gəlibdir, cəmdədir və are, yəni cəmdə olan xəbər işlənibdir. Tamamilə doğrudur. Yaxşı, bəs söz önü yoxdur. Apostrof yoxdur, apostrof s yoxdur. İndi nəyə baxacam? Əgər söz önü də yoxdursa, apostrof da yoxdursa, apostrof s də yoxdursa, ikinci gələn sözə baxırıq. Yəni, məsəl üçün, baby clothes işlənibdir. Baxıram ki, burada nə söz önü var, nə apostrof var, nə apostrof s var. Nə edəcəm? İkinci sözə baxacam. Baby birinci söz, clothes ikinci söz. Clothes cəmdə olduğuna görə xəbəri mütləq cəmdə işlətmək lazımdır. Bir də deyirəm, deməli, söz birləşməsində nə edirik? Əgər söz önüdürsə, söz önüdən əvvələ baxırıq. Söz önünü tapdıq, söz önüdən əvvələ baxdıq. Əgər söz önüdən əvvəlki sözümüz cəmdədirsə cəm, təkdədirsə tək işlənməlidir. İkincisi, apostrof və apostrof s olanda apostrofdan və apostrof s-dən sonraya baxırıq. Məsəl üçün, burada toy sözündəki kimi. Bunların heç biri olmasa, ikinci sözə baxırıq. İkinci sözüm cəmdədirsə, cəmdə olan xəbər, ikinci sözüm təkdə olsa, təkdə olan xəbər yazmalıyam. Burada bir istisnamız var. Bəs istisnamız nədən ibarətdir? Bu da çox asandır əslində. Əgər kəmiyyət bildirən sözdən sonra of gəlibsə, bu özünə uyğun yazılır. Yəni bilirik ki, of sadəcə olaraq bu formada sözün tərkibində işlənmir. Həm də a lot of var da, elə deyilmi? A lot of-dan sonra həm cəmdə olan isim gəlir, həm də təkdə olan isim gəlir. Çox sadə. Ona uyğun olaraq a lot of işlənibsə, əgər cəm isim gəlibsə, cəm xəbər, tək isim gəlibsə, təkdə olan xəbər yazmalıyıq. Eləcə də biz əvəzliklərlə də of işlədirik. Məsələn, both of, all of, some of və s. Either of, each of, none of, neither of və s. də çoxdur. Deməli, bu zaman bunlara uyğun olaraq yazmaq lazımdır. Yəni, bunların özünün xüsusi qaydaları var. Keçən dərslərimizdə öyrənmişik. Məsələn, both of olsa ancaq cəmlik gəlir. Yəni, both of-dursa mütləq mübtədam cəmdə, xəbərim də cəmdə olur. All of-dan da sonra ancaq cəm isim, cəm xəbər. Neither of-dan sonra isə cəm isim, amma təkdə olan xəbər işlənməlidir. Birazdan daha detallı izah edəcəm. Bir də ingilis dilində bəzi sözlər, daha doğrusu bəzi əvəzliklər vardır ki, həmin əvəzliklər həm tək isimlə işlənir, həm də ki, sayılan cəm isimlərlə işlənir. Bunlar hansıları idi? Some, any, a lot of, all, most və no-dur. Yəni, some-dan sonra həm sayılan cəm isim, həm də sayılmayan tək isim yazıram. Any-dən sonra da həm cəm isim, həm tək isim yazıram. A lot of-dan sonra da sayılan cəm, sayılmayan tək isim yazıram. Any ilə də digərlərindən sonra. Yəni, mən bunlardan sonra həm sayılan cəm isim, həm də sayılmayan tək isim yazıramsa, demək xəbərlərim də həm təkdə ola bilər, həm də ki, cəmdə ola bilər. Bu asılıdır hansı ismi yazmağımdan. Yəni, əgər mən samdan sonra cəm isim yazmışamsa, xəbəri də cəmdə götürməliyəm. Yox, əgər samdan sonra tək isim yazmışamsa, xəbəri də təkdə götürməliyəm. Məsəl üçün, some money is yazmışam burada. Samdan sonra sayılmayan tək isim gəldiyinə görə xəbəri də əlbəttə ki, təkdə vermişəm. Amma some students olsa, yəni cəmdə olsa, normal olaraq xəbəri də cəmdə verəcəm. Bir də deyirəm some, any, a lot of, all, most və no özlərindən sonra xəbəri həm tək, həm də ki, cəmdə qəbul edə bilər. Bu, onlarla işlənən isimdən asılıdır. Əgər cəm isimlərlə işlənibsə cəm xəbər, tək isimlərlə işləniblərsə təkdə olan xəbər işlətməliyik.
Deməli, bir də şagirdlərin də çox vaxt tapa bilmədiyi suallardan biri budur ki, neither nor, either or, not only but also dan nə edəcəm? Bu zaman nə edirik? Bu zaman nordan, ordan, but also-dan sonrakı sözlə xəbərimizi uzlaşdırırıq. Bir də deyirəm neither nor, either or, not only but also olanda fikir veririk nor, or və yaxud da ki, but also-ya. Nor, or və but also-dan sonrakı sözlə xəbərimizi uzlaşdırırıq. Buna deyirlər ki, xəbərə ən yaxın mübtəda ilə uzlaşdırırıq. İndi baxaq. Neither the students nor the teacher was right. Bu cümlədə baxıram, students cəmdədir, teacher təkdədir. Mən cəm xəbər yazım, yoxsa tək xəbər yazım? Çox sadə. Nordan sonrakına baxırıq. Nə işlənibdi? Nordan sonra the teacher işlənibdi. The teacher sözü təkdə olduğuna görə was işlətdim. Əgər bunun əksi olsaydı, neither the teacher nor the students olsaydı, nordan sonra students gəlsəydi, bu zaman xəbəri əlbəttə ki, cəmdə vermək lazım idi. Buna deyirlər, xəbərə ən yaxın olanla uzlaşdırmaq. Yəni, the students hara, xəbər hara. Görün, arada nə qədər məsafə var. Amma the teacher düz bunun yanındadır. Demək ki, xəbəri düz yanındakı ilə uyğunlaşdırmaq lazımdır bu tipli cümlələrdə. Digər biri isə either ilə bağlıdır. Yenə either or olanda oradan sonrakı ilə, yenə xəbərə ən yaxın olanla uzlaşdırmaq lazımdır. Either your sister or your cousins are guilty. Deməli, bura baxsaq görürük ki, sister təkdədir is-mi yazım, cousins cəmdədir are-mı yazım, mən nə yazım bura? Çox sadə, oradan sonrakına baxıram, cousins işlənibdir. Buna görə də mütləq cəmdə olan xəbərimi yazmalıyam. Deməli, not only but also da həmçinin, deməli, but also-dan sonrakı sözə uyğunlaşdırıram. Yəni, not only his bags, but also his pen is black cümləsində nə edirəm? But also-dan sonraya baxıram. Burada pen sözü işlənibdir, qələm təkdə olduğuna görə is yazıram. Bags-ə baxıb götürüb ar yazmaq olmaz. Çünki xəbərə ən yaxın olan söz pendir, bags deyil. Yaxşı, bu da belə. Bir də biz keçən dərslərimizdə, əvəzlik dərsini keçəndə zaten öyrənmişik. İngilis dilində əgər neither of, one of, each of, none of, the number of və every one of işlənibsə, mütləq özlərindən sonra cəmisim, amma təkdə olan xəbər gəlməlidir. Bunu da əzbərləmək lazımdır. Deməli, the number of the participants was a secret. Deməli, burada the number of işlənibdir. Burada the-yi xüsusi vurğuladım. Çünki ingilisində a number of da var və bunlar bir-birlərindən fərqlidir. Nəysə, birinci baxaq the number of-a. Özündən sonra cəmdə olan isim gəlibdir. Participants sözünü görürük ki, cəmləyibdir. Amma xəbəri mütləq təkdə vermək lazımdır. Yəni, əgər cümlədə neither of, one of, each of, none of və s. bunlar işlənibsə, biz cümlənin mübtədasına uyğun olaraq yazmırıq. Yaxşımı? Bunları bu sözlərə görə, yəni neither of-a, one of-a görə mütləq xəbəri cəmdə işlətmək lazımdır. İngilis dilində biri var a number of, biri də var the number of. Bunlar bir-birlərindən fərqli işlənir. A number of-dan sonra cəm isim və cəmdə olan xəbər işlənir. Yəni, a number of the students are secret desək, are a secret desək, olar. Students-i cəmdə dedim, are da cəmdə dedim. Amma D işlənəndə xəbəri mütləq təkdə işlətmək lazımdır. Yuxarıda nümunədə görürsünüz. Deməli, keçən dərslərimizdə yenə bütün törəmələri keçmişdik. Everinin törəmələri, Sam'ın törəmələri, No'nun törəmələri və s. Bütün törəmələrdən sonra xəbər ancaq təkdə işlənməlidir. Yəni, gördünüz ki, xəbər təkdədir. Həmin boşluğa rahatlıqla törəmələrdən birini təbii ki, qaydalara da uymaq şərti ilə yazmaq lazımdır. Bütün törəmələrdən sonra ancaq tək xəbər işlənir. Everyone is, everyone və yaxud da ki, was da demək olar burada. Çünki was da bilirik ki, təkdə olan xəbərdir. Və ya deyə bilərəm ki, everyone goes və s. Belə, təkdə olan xəbərləri işlətmək lazımdır. Yenə qeyd edirəm, tək xəbərlərin sonunda mütləq S hərfi işlənməlidir. Bir də both, both and və both of-un işlənməyi var. Both, both and və both of-dan sonra mütləq ismim cəmdə olmasa belə, ismim sayılmasa belə, xəbərim mütləq cəmdə olmalıdır. Yəni, keçən dərslərimizdə biz demişdik ki, both və both of-dan sonra cəm isim və cəm xəbər işlənir. Amma mən both and-də
qeyd eləmişdim ki, both and işlənəndə bu zaman ismim təkdə də ola bilər, hətta ismim sayılmayan da ola bilər. Amma mütləq xəbər cəmdə olmalıdır. Ümumiyyətlə bothdan söhbət gedirsə, qəti olaraq xəbəri təkdə yazmaq olmaz. Xəbərlər mütləq cəmdə işlənməlidir. Məsələn, both of the rulers are ready cümləsinə baxsaq, görürəm ki, both of işlənibdir. Bilirəm ki, ancaq cəm olmalıdır. Rulers-ı cəmləyibdir, are cəmləyibdir, deməli tamamilə düzgündür. Bir də isim dərsini keçəndə siz artıq öyrənmisiniz. İngilis dilində sonunda SES olmasa belə topluluq bildirən sözlər var idi. Hansı ki people, insanlar, gentry, cattle və s. Bu sözlər topluluq bildirən sözlərdir. Yəni sonunda SES olmasa belə cattle məsəl üçün mal-qara deməkdir və topluluq bildirir. Və bütün toplu isimlərdən sonra mütləq xəbəri cəmdə yazmalıyam. Yəni mən people is deyə bilmərəm, gentry is deyə bilmərəm. Bunlarla mütləq cəm xəbərlər işlənir. Yəni people are və ya were, gentry are və ya were bu formada işlətmək lazımdır. Bir də ingilis dilində var dil adları. İngilis dilində olan dil adlarından sonra mütləq xəbərimi təkdə yazmalıyam. Məsələn, English is a global language. İngilis dili qlobal bir dildir. Deməli, burada ingilis dilindən söhbət getdiyinə görə mütləq iz işlətmək lazımdır. Və yaxud da görmün içində eyni şey keçərlidir. Dil adı olduğuna görə mütləq təkdə olan xəbəri işlətməliyəm. Axı millət adları ilə dil adları bir-birinə çox bənzəyir, elə deyil? English, burada da English, burada da English necə fərqləndirəcəyik? Əgər qarşısında D artiklı işlənibsə, mütləq xəbəri cəmdə vermək lazımdır. Bir də deyirəm, qarşısında D artiklı işlənibsə, xəbəri cəmdə veririk. Yəni, English tək işlənibsə, xəbəri təkdə veririk, iz yazırıq. Amma D English işlənibsə, yəni qarşısında D artiklı işlənibsə, xəbəri mütləq cəmdə vermək lazımdır. Bəs axı yuxarıda da cəmdə verməmişəm, amma D artiklı var. Artıq burada language sözü var və language sözü işlənəndə D artiklı onsuz da işlənməlidir, amma hələ də söhbət dil adından gedir. Yəni, əgər language sözü də varsa, D artiklı da varsa, bu zaman xəbəri təkdə veririk. Yox, əgər language sözü yoxdur, sadəcə D artiklı var, bu zaman sadəcə millət adından söhbət gedir və millət deyirik, yəni topluluq bildirir də, bu da millətdə. Bu zaman da xəbəri mütləq cəmdə işlətmək lazımdır. Bir də var isimləşmiş sifətlər. İsimləşmiş sifətlərlə də siz artıq tanışsınız. Qoca, qocalar, old, the old, young, the young, disabled, the disabled, innocent, the innocent və s. Bu kimi sözlər isimləşmiş sifətlər idi. Və onda da keçmişdik ki, isimləşmiş sifətlər mütləq cəmdə olan xəbərlərlə işlənməlidir. Məsələn, old qabağında D işlənəndə xəbəri mütləq cəmdə yazmaq lazımdır. Are yazmaq lazımdır, were yazmaq lazımdır, go yazmaq lazımdır, have yazmaq lazımdır. Amma is, was, has bunları yazmaq olmaz. Yenə deyirəm, isimləşmiş sifətlərin qabağında D artiklı işlənir və mütləq cəmdə olan xəbərlərlə işlənməlidir. Bir də var morun işlənməyi. Mor bilirik ki, maçın və meninin üstünlük müqayisə dərəcəsidir. Üzürlüsən müqayisə dərəcəsidir. Yəni maçın da müqayisəsi mor olur, menin də müqayisəsi mor olur. Və mor həm cəmdə olandan, həm də ki təkdə olandan işlənə bilir. Əgər mordan sonra çox saydadır bu qaydamız. Mordan sonra cəm isim gəlibsə xəbəri də cəmdə veririk. Məsələn, more people live here cümləsində mordan sonra cəm isim gəlibdir, people sözü və xəbərimiz də live. Cəmdə yazmışıq. Hardan bilirəm ki, bu cəm xəbərdir? Baxıram sonunda s yoxdursa, bilirəm ki, bu xəbər cəmdədir. Yox, əgər mordan sonra gələn söz təkdədirsə, xəbərim də mütləq təkdə işlənməlidir. Məsələn, more sugar is needed cümləsində mordan sonra sugar, şəkər sayıla bilməyən tək isim gəlibdir və bu zaman özündən sonra təkdə olan xəbər işlənibdir. Bir də deyirəm, mordan sonra cəm isim gəlibsə cəm xəbər, tək isim gəlibsə təkdə olan xəbər işlənir. Əgər mordan sonra sayılmayan tək isim gəlibsə, deməli mor burada bərabərdir maka. Əgər mordan sonra sayıla bilən cəm isim işlənibsə, deməli bu zaman mor bərabərdir meniyə.
Deməli, bir də others və the others məsələsi var. Biz bilirik ki, bu sözlər, yəni others və the others hər ikisi cümlənin mübtədası rolunda çıxış eləyə bilir və əgər bunlar cümlənin mübtədası rolunda çıxış eləyirsə, xəbəri mütləq cəmdə vermək lazımdır. Bu da yenə yadda qalmağı asandır. Nəyə görə? Sonluğuna fikir versək, others və the others-ın sonunda hər ikisində s hərfi var və bu da onların cəmi əvəz etdiyini göstərir. Buna görə də xəbərimiz mütləq cəmdə olmalıdır. Baxaq nümunəyə. The others have lunch in the kitchen. Deməli, the others-dan sonra have işlənibdir. Have də cəmdə olan xəbərimizdir. Bir də nisbə əvəzliklər ki var idi. Bunlar hansılar idi? Yəni başqaları da var, amma ümumiyyətlə 3 dənə nisbə əvəzlikdən danışacağıq bu dərsimizdə. Who, that və which. Əgər cümlədə who, that, which nisbə əvəzlikləri işlənibsə, cümlənin mübtədası who-dan, that-dən və which-dən əvvəlki ilə xəbərimizi uzlaşdırırıq. Bu nə deməkdir? Burada fikir versək, the child who is alone yazmışam. Demək, burada who-yu tapdım. Who-dan əvvəlki mübtədama baxıram, yəni child sözü. Child təkdə olduğuna görə artıq mən burada ar yaza bilmərəm. Çünki child mübtəda təkdədir. Xəbəri də əlbəttə ki, təkdə işlətmək lazımdır. Eləcə də ikinci nümunədə who-dan əvvələ baxıram. Bu zaman children yazıbdır. Children uşaqlar deməkdir, yəni cəmdədir. Cəmdə olduğuna görə bu zaman who-dan sonraki xəbəri də əlbəttə ki, cəmdə verməliyəm. Eləcə də the car which was broken yazıbdır. Deməli, which-dən əvvələ baxıram, ismim təkdədir, xəbərimi də təkdə verirəm. Deməli, who, that, which olanda özündən əvvələ baxırıq. Əgər özündən əvvəlki söz cəmdədirsə, cəm xəbər, yox əgər özündən əvvəlki söz təkdədirsə, təkdə olan xəbər işlənməlidir. İç və iç ofda ancaq tək xəbərlər işlənir. Yəni içdə, iç ofda cəm xəbərlərdən söhbət gedə bilməz. Hətta bilirik ki, iç ofdan sonra cəm isim gəlir, amma xəbəri mütləq təkdə tələb eləyir. Buna da diqqətlə yanaşmaq lazımdır. Görürük iç of the girls was blonde. Burada deməli iç of işlənibdir. İç ofdan sonra cəmdə olan ismim, yəni girls gəlibdir. Özündən sonra isə təkdə olan xəbər işlənməlidir. Yenə eyni qaydada each student reads a book cümləsində içdən sonra, çünki burada iç of deyil də artıq. İçin özüdür. İçdən sonra tək isim gəlir və xəbəri də təkdə tələb edir. Bəs or olanda nə edəcəm? Or olanda da yenə yuxarıdakı neither nor, either or qaydasını yəqin ki xatırlayırsınız. Həmin qaydaya aid olduğu kimi bu qaydada da oxşardır. Xəbərə ən yaxın gələn sözlə uzlaşdırırıq. Yəni əgər cümlədə or işlənibsə, uzlaşmanı xəbərin düz yanındakı sözlə, xəbərə ən yaxın olan sözlə etmək lazımdır. Məsələn, burada yazıb ki, my aunt or her sons go to the art gallery. Deməli, burada my aunt təkdədir, her sons da cəmdədir. İndi mən bura qoy yazım, qoz yazım, nə edim? Deməli, tez xəbərimi tapıram, xəbərin düz yanındakına baxıram. Her sons demək cəmdədir. Cəmdə olduğuna görə xəbərdə mütləq cəmdə verirəm. Amma əgər belə olsaydı, her sons or my aunt goes to the art gallery, bu cümlədə xəbərə ən yaxını tapıram. Burada xəbərim goes-dur, ona ən yaxın olan da aunt-dur. Baxıram ki, aunt təkdə olduğuna görə, bəli, əlbəttə ki, goes-u təkdə vermək lazım idi. Əgər burada goes yox go olsaydı, bu səhv olacaqdı. Niyə? Burada xəbər go olur və xəbərə ən yaxın aunt olur. Demək, auntun yanındakını cəmdə verə bilmərik axı. Çünki aunt təklik bildirir, təkdə işlənibdir. Demək ki, xəbəri də mütləq təkdə işlətmək lazımdır. Everydən sonra isə ancaq təklikdən söhbət gedə bilər. Yəni, heç vaxt cəm gələ bilməz. Everin özündən də sonra ancaq tək isim təkdə olanda xəbər işlənir. Məsələn, every child likes to eat hamburger. Bu cümləyə baxsaq, everydən sonra təkdə olan isim və təkdə olan isimdən sonra təkdə olan xəbər işlənibdir. Likes-ın sonunda s olduğuna görə bilirəm ki, bu xəbərim təkdədir. There is, there cümlələrini yuxarıda qeyd elədim. Təkrar deyəcəm. Çünki there is, there-aya bənzər. Here is, here da var. Demək, bir-birinə bənzəyir. Eləcə də bunların keçmiş zamanı da bu qaydaya tabedir. Yəni, there is, there are, there was, there were. Here is, here are, here was, here were. Hamısı bu qaydaya tabedir. Əgər there is, there are, here is, here are tipli bir cümlədirsə, mütləq birinci ismindən uyğunlaşmalıdır. Yəni, burada, məsələn, gəlin buradan there is sildim. Baxaq bu nümunəyə. Burada gəlib a nurse and doctors
at the hospital. Deməli, bu cümlədə nə edəcəm? Doktorsa baxsam mütləq cəm yazmalıyam, yəni there are yazmalıyam. Nurse-ə baxsam there is yazmalıyam. Yox, əgər əni də baxsam, ikisini də uyğun olaraq yazsam, yenə there are yazmalıyam. Beynimizi qarışdırmırıq. Birinci gələn sözə baxırıq. Birinci hansı söz gəlibdi? Nurse sözü gəlibdi. Görürəm ki, nurse sözü təkdədir. Demək ki, əlbəttə ki, there is yazmaq lazımdır. Bu qədər sadə. Deməli, bir də müəyyən vaxt, zaman, məsafə, pul bildirən sözlər var ki, həmin sözlərdən sonra cəm isim gəlsə belə xəbəri təkdə veririk. Bir də deyirəm, vaxt bildirən, zaman bildirən, məsafə və pul bildirən sözlərdən sonra ismimiz cəmdə olsa belə xəbəri mütləq təkdə işlətmək lazımdır. Məsələn, 8 hours sleep is enough cümləsində 8-dən sonra nə işlənibdi? A-bəsi işlənibdi. Görürəm ki, bu cəmdədir. Götürüb ar yazmıram. Nəyə görə? Burada söhbət 8 saatdan, yəni vaxtdan gedir. Yəni vaxtdan söhbət gedirsə, mütləq xəbərimi təkdə işlətməliyəm. Eləcə də $5 is enough to buy an ice cream cümləsində $5 is enough-a baxsaq, deməli burada nə işlənibdi? Dollars işlənibdi, cəmdədir. Mən bura ar mı yazım? Əlbəttə ki, yox. Burada $5-dan söhbət gedir. Yəni pul bildirdiyinə görə isim cəmdə olsa belə xəbəri təkdə yazmaq lazımdır. Bir də who və what bilirik ki, sual əvəzlikləri kimi işlənir. Və əgər who və what sual əvəzliyi kimi işlənirsə, xəbəri mütləq təkdə tələb edir. Yəni burada who goes to school cümləsində mən who go deməyəcəm. Who goes deməliyəm. Çünki who, təkrar deyirəm, özündən sonra sual cümləsində tək xəbər tələb eləyir. Eləcə də what makes you happy cümləsində whatdan sonra gələn sözü make yaza bilmərəm. Whatdan sonra birbaşa cəm xəbəri bu formada yazmıram. Whatdan sonra tək xəbər yazıram. Bir də with, as well as, along with kimi ifadələrdə, bunların olduğu ifadələrdə biz fikir verəcəyik bunlardan qabaqkına. Yəni ən birinci hansı isim gəlibdi ona. Bir də deyirəm with, as well as, along with kimi ifadələrdə birinci ismə fikir vermək lazımdır. Məsələn, Tim along with his students is having lunch cümləsində baxıram ki, burada students cəmdədir, armı yazım. Tim təkdədir, izmi yazım. Nə edirəm? Tez along with-in düz yanında birinci gələn sözə baxıram. Birinci gələn nə idi? Tim idi. Timə uyğun olaraq burada iz yazmaq lazımdır. Yox, əgər bunun tərsi olsa, məsələn, students along with their teacher are having lunch deməliyəm. Yəni burada xəbərin düz yanındakına baxmıram. The teacher-a baxsam iz yazaram, amma belə bir şey mümkün deyil. Yaza bilmərəm. Burada tez görürəm ki, along with işlənibdi. Nə etməliyəm? Along with-dən birinci gələnə. Birinci nə gəlibdi? Students gəlibdi. Cəmdədir. Demək ki, ar yazmalıyam da iz yaza bilmərəm. Eləcə də Sevda with her sisters is cleaning the house cümləsində birinci nə gəlibdi? Sevda gəlib, yoxsa his sisters gəlibdi? Əlbəttə ki, birinci Sevda işlənibdi, başda Sevda gəlibdi. Demək ki, bu Sevdaya görə mən xəbərimi mütləq təkdə işlətməliyəm. Eləcə də Gülay as well as his parents lives in Baku cümləsində parents-nə normalda lives demərəm də, çünki parents cəmlənibdi. Və lives işlətmərəm. Amma burada nəyə fikir verirəm? Gülaya fikir verirəm. Gülay birinci gəlibdi və burada as well as işlənibdi. As well as olanda birinci gələnə baxıram. Yəni Gülaya baxıram. Gülaya baxıb tez xəbərimi təkdə yazmalıyam. Çünki Gülay özü təkdədir. Və sonuncu 3 qaydamız hansılardır? Birincisi, ingilis dilində bəzi sözlər vardır ki, həmin sözlər ad bildirir və sonu SES-lə bitir. Amma tək xəbərlə uzlaşır. Birinci bunun səbəbini deyəcəm. The United States Birləşmiş Ştatlar deməkdir. Amma bir şeyi, bir ölkəni nəzərdə tutur. UN məsəl üçün Birləşmiş Millətlər, amma bir təşkilatı nəzərdə tutur. Yaxşımı? Deməli, ad bildirir və sonu S hərfi ilə bitir. Siz burada aldanmırsınız. United States cəmdədir, mən bura ar yazım. Və yaxud da United Nations cəmdədir, mən bura consist of yazım. Xeyr, belə olmayacaqdır. Sonu S ilə bitən ad bildirir
bildirən sözlərdə mütləq xəbəri təkdə yazmaq lazımdır. Yəni mən The United States is və ya The United States has yazmalıyam. Artıq The United States are yaza bilmərəm. Bu biraz çox çaşdırıcı qaydadır. Siz də başa düşürəm, diqqətli oluruq, əzbərləyirik bu hissələri, ancaq dərk eləmək də lazımdır da bilirsiniz. Bir dənəsini nəzərdə tutur. Bu cəmdə olsa belə. Buna görə də xəbəri mütləq təkdə vermək lazımdır. Yəni testdə də tez-tez düşür. Əgər yazsa ki, The United Nations are, bu səhvdir. Nations'ın sonundakı s hərfinə aldanmırıq. Bunun cəmliyinə, cəm formasına aldanmırıq. Mütləq xəbərimizi nə edirik? Təkdə veririk. Bir də biz isim dərsimizdə keçmişik onsuz da ki, ingiliscə bəzi isimlər vardır ki, həmin isimlər SES ilə bitir, amma həmin sözlər sayılmır. Newsuydu, physics, optics və s. Bu kimi sözlər SES ilə bitsə belə sayılmır. Yəni buradakı söz tək sözdür. Yəni news cəm deyil ki, mən ona cəm xəbər yazım. News tək olduğuna görə xəbəri də təkdə yazıram və ya da drought sözündə tək olduğuna görə təkdə olanı da yazıram və s. Bir də qaldı üstə gəlinsin sayılar. Əgər sayıların qabağında işlənibsə, mütləq burada cəm xəbər yazmaq lazımdır. Məsələn, 100 soldiers, burada are yazmaq lazımdır. Yəni normalda biz təklik olaraq bilirik. Burada 100-dən söhbət gedir və ya 1000-dən söhbət gedir. Yəni çox rəqəmdən söhbət gedir. Birdən yuxarı rəqəmdən söhbət getdiyinə görə xəbəri mütləq cəmdə yazmaq lazımdır. Bir də amma burada dollars olsa məsəl üçün, pul bildirsə bu zaman xəbəri təkdə yazırıq. Yuxarıdakı dediyim qaydanda təkrar sizin yadınıza salmaq istəyirəm. Müəyyən bir vaxt, tarix, məsafə və pul bildirən sözlərdə nə edirik? Xəbəri mütləq təkdə işlədirik. Bu qədər ümid edirəm ki, sizin üçün aydın oldu.